Bugünler İskender Bey Həmidoğlu doğum gündür. Onu aprel həmişə İskender Həmidoğlu'nun doğum günüyle əlaqədar özünün şəxsən özünə zəng edir və hətta ki, dedim onun özüyle görüşüb doğum gününü təbrik edir. Ama bu günləri İskender Həmidoğlu'nun qəbri üstə gəlib onun doğum gününü, cənnətdə olan doğum gününü burada təbrik edir. Bəy, ruhun şad olsun. Mən də belə yeni Kəlbəcərdən gəlmişəm, o doğma yurdumuzdan, doğma Kəlbəcərimizdən gəldi. Yəni, bütün Kəlbəcər torpağı hamısı demək olar ki, sizin ruhunuzla şaddır. Əlbəttə ki, siz Kəlbəcəri eləcə də bütün Azərbaycanı sevirsiniz və sizin bu sevginiz bütün Azərbaycana, ümumi hədəflərə doğru gedən müqəddəs bir arzuydu və o arzulara da get-gedə bir çatırır. Azərbaycanımızın müstəqilliyi təmin olundu, suverenliyi təmin olundu. Bütün Qarabağda, hər yerdə Azərbaycanın üç rəngli bayraqları dalğalanır və demək olar ki, biz söz sahibiyik, dünyada böyük bir söz sahibiyik. Yəni ki, sizdə ruhumuz şad olsun ki, rahat uyuyun ki, doğma yurdumuz, doğma Kəlbəcərimiz, Azərbaycanımız tərəqqiyə doğru gedir, inkişafa doğru gedir. İnşallah da belə olar. Bundan sonra inşallah Zəngəzurdur, Təbrizdir, Azərbaycanın bütün torpaqları işğaldan azad olunacaq və tüm bir Azərbaycan uğrunda apardığınız mücadilə mütləq öz bəhrəsini verəcəkdir. İnşallah, inşallah, Allah'ın köməyinə. Allah sizə rəhmət eləsin. Mən Kəlbəcərin özündən, isti suyun özündən, düz gözündən su gətirdim ki, İskender Bey'in və Rəna xanımın qəbirləri üzərində onu səpim və onlar da o suyun demək olar ki, həsrətində olan bir insanlar olubdur. Şimdi həmin suda isti suyun öz gözündən oradan gətirmişəm. Kim Bey həqiqətən bu isti suyu çox sevirdi. Həmişə deyirdi ki, bu isti sudan içə bilsəydi, kaş deyirdi Kəlbəcərin isti suyundan içə biləydi. Şimdi Bey həmin isti suydan nə sizin suyu gətirmişəm. Su səpirəm ki, bu isti sudan. Fantanın özündən gətirmişdik bu suyu. Bey'in bunu şad olsun de Rəna xanımın da ruhu şad olsun, güzel insanları. Bu Azərbaycanımızı sevən, Azərbaycanımız uğrunda həmişə özlərini fəda verən insanlardır. Bunlar Azərbaycanı bu insanlar milli sərvətləridir. Biz belə bir insanları yaddaşlarda saxlamalıyıq və gəncliyə, gələcək nəsillərə tanıtırmalıyıq ki, Azərbaycanı belə bir sevən insanlar olur. Və bu günləri bütün Azərbaycan xalqı sevə-sevə bu insanları, İskender Bey'i, onun həyat yoldaşı Rəna xanımı anırlar. Bu günləri Bozkurt Partiyasının idarə heyəti də gəlib, başda Qələndər bəy, İlyas bəy də iştirak ediblər. Sağ olsunlar, onlar hər zaman İskender Bey'in yolunu yol ediblər. Onun həmişə amallarıyla, onun hədəfləriylə bağlı mübarizə aparırlar demokratik qaydada. Mən onların hər birisinə təşəkkür edirəm ki, bax belə həmişə İskender Bey'imizi, Bozkurtumuzu, başbuğumuzu həmişə yadda saxlayırlar, onu unutmurlar və şəxsən mən bütün İskender Bey sevərləri, Azərbaycan xalqına teşekkür ederim ki, böyle bir insanı yaddan çıxartmırlar. Ruhun şad olsun, mekanın cennet olsun. Güzel insan, değerli insan. Azerbaycanımızın fəxri, Türk generalı. Tanrı ruhunu şad eder. Ruhun Tanrı dağındadır. Bəli, biz inşallah Təbrizimizdə də bax beləcənə ürəklə danışacaq ki, Təbrizimizdə inşallah bir sözüm var, derdim ki, Təbriz benim sevgilimdir. Bəli, biz o sevgilimizden mütləq tapılır. Allah'ın köməyi
Allah sənə qəni-qəni rəhmət eləsin. Deməli, bax bu bizim İskəndər bəyimizin uyuyan bir yeridir, məkanıdır. Məkanı da cənnət olsun. Biz belə bir kişilərlə həmişə fəxr etməliyik. Rəna xanım, dəyərli qızlar, İskəndər bəyimiz həmişə arxasında, dayağında duran bir kişidir. Bir kişi, yaşlı kişi, möhkəm kişi, mübarizəli kişi olmaq üçün onun arkasında duran bir, ona uyğun, onu sevən, onun arkasında duran bir kadın olmalı. Həqiqətən də Rəna xanım elə bir kadın idi, İskəndər bəyə həmişə ruh verən bir insan idi. Allah ona da qəni-qəni rəhmət eləsin. O bizim bacımızdır, o bizim Azərbaycanın gözəl insanlarının, gözəl hanımlarından biriydi. Onun da həmişə Azərbaycan uğrunda mübarizəsi göz qabağında oluşdu. Yəni ki, o da həmişə Azərbaycan üçün narahat olan bir insan olmuşdu. Biz müstəqil olmalıyıq, suverenliyimiz təmin olunmalıdır, torpaqlarımız işğaldan azad olmalıdır, bütün Azərbaycan olmalıdır. Bax, müqəddəs arzular, o arzuları da Allah'ın köməyindən hamısı get-gedə gerçəkləşəcək. Allah'ın köməyindən. Bax, gözəl bir yağış yağır, bərəkətli bir yağış yağır. Bunun özü də bir qismətdir ki, belə bir bərəkətli, yağışlı, belə bir havada mən İskəndər bəyin doğum günü münasibətilə onun qəbrini ziyarət elədim. Gəldim təbrik etməyə. Bəy, yaşa, həmişə yaşa. İskəndər bəy, həmişə yaşa. Yaşa ki, qoy millət yaşasın. Hər zaman yadlarda qaldıqsa, beyinlərdə qaldıqsa, düşüncədə qaldıqsa, Azərbaycan var, olacaqdır. Sizi kimi kişilərlə Azərbaycan xalqı fəxr etməli. Hər birimiz sizlərə oxşamalıyıq, sizlərə bənzəməliyik. Allah sənə qəni-qəni, Allah rəhmət eləsin. Nur içində yatasın. Deməli, dəyərli İskəndər bəyimiz həqiqətən Azərbaycan xalqının düşüncəsində, beynində həkk olmuş bir insandır. Tanrı Türk'ü korusun, Tanrı Bozkurtları korusun. Yolumuz Təbrizdədir. İskəndər bəyin yoludur, onun məqsədidir, amalıdır və biz Təbrizdə gedirik, gedəcəyik və Azərbaycan bütövləşəcək. Tanrı Bozkurtları korusun. Bəyimin ruhu şad olsun.